Salam, hər vaxtınız xeyirli olsun. Masazırda avtobus dayanacağına yaxın, məktəbə yaxın, dörd bir tərəfi qoşa daşla tikilmiş 2 otaqlı həyət evi satışdadır. Evin fundament karkaz betonludur, beton kəməri var. Bax, elə buradan evin yan tərəfində beton kəməri də görsənir. Dörd bir tərəfi qoşa daşla tikilibdir. Geniş və hündür zirzəmisi var, 7 daş kürsülüdür. Bax, belə bir geniş həyəti qalıb ki, 3 maşın rahatlıqla həyətinə yerləşir, hətta oturmağa da yer qalır. Darvazası, yəni 14 metrə yarım, 15 metrə yaxın həyətin uzunluğu. Trap xətti çəkilibdir, kanalizasiya sistemi, kommunal xətlərin hər biri çəkilib, sayğaclar qoyulub, kombi aparatçısında yeri hazır vəziyyətdədir. Bu evin üst görünüşü və evin, onu da qeyd edim ki, bax, bu hissəsindən zirzəmiyə də, zirzəmdən də işıq yoxdur. Zirzəmin alt hissəsi bütöv boşdur. Yəni, alıcı istədiyi kimi rahatlıqla istifadə edə bilər. Evin də yan tərəfində göründüyü kimi keçməyə də yeri var. Bir daha qeyd edim ki, evin fundament karkaz betonlu, dörd bir tərəfi qoşa daş və beton kəmərlidir. Və evə daxil olduqda dəhliz və mətbəxi bir yerdədir. Geniş, bax, belə bir dəhlizi, mətbəxi var. Bura mebel yığılması üçün yeri hazır vəziyyətdədir. Geniş bir pəncərə qoyulubdur, otaq işıqlıdır. Döşəməsi taxtadır, dolu lak vurulubdur. Qeyd etdim ki, mebel üçün yeri hazır vəziyyətdə. Və onu da qeyd edim ki, yuxarı, yəni çıxmaq üçün də yer saxlanılıbdır. Bax, burası zal otağıdır. Geniş bir zal otağı var. Pəncərəsi, yəni pəncərədən görüntüsü həyətinə baxır. TV üçün işıq xətləri çəkilib. Kondisioner üçün işıq xətti çəkilib. Tam təmirli vəziyyətdədir. Burası yataq otağıdır. Geniş bir yataq otağı var. Qarnizaltı üçün yerlər saxlanılıbdır və bura isə hamam otağı. Geniş bir hamam otağıdır. Metlaq kafeli aksarlar alıcı və satıcı arasında razılaşma yolu ilə qoyula bilər. Geniş bir hamam otağı. Evin sənədləri qaydasındadır. Notarial qaydada alğı-satqıya gediləcəkdir və başlanğıc qiyməti 46.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır. Bu ev haqqında və digər başqa evlər haqqında əlavə məlumat almaq istəyənlər aşağıda və ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.